Salam, Azərbaycan televiziyası günün əsas xəbər buraxılışını təqdim edir. Əvvəlcə baş xəbərlərə nəzər salın. Akademik Milli Dram Teatrında 21 fevral Beynəlxalq Ana Dili günü nəzr olunan 9-cu ənənəvi Ana dilimizi sevək, sevdirək Respublika müsabiqəsinin yekun mərhələsi keçirilib. Təhsil Nazirliyi və Çağ Öyrətim İşlətmələri şirkətinin təşəbbüsü ilə baş tutan tədbirdə ölkənin müxtəlif rayonları, eləcə də paytaxtın orta məktəblərində təhsil alan şagirdlər mahnı, şeir nominasiyaları üzrə bacarıqlarını nümayiş etdiriblər. Ana dilimizi sevək, sevdirək müsabiqəsi 7-11-ci sinif şagirdləri arasında qrammatika, inşa, internet səhifəsinin hazırlanması, şeir və mahnı kateqoriyaları üzrə keçirilib. İlk 3 kateqoriya qrammatika, inşa, internet səhifəsinin hazırlanması üzrə yarışlara artıq yekun vurulub. Müsabiqənin final mərhələsində isə şeir və mahnı kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilib. Bu nominasiya üzrə qaliblər tanınmış ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilib. Qaliblərə təşkilat komitəsinin xüsusi sertifikatı, medallar və qiymətli hədiyyələr təqdim olunub. Tədbir çərçivəsində həmçinin qrammatika, inşa, internet səhifəsi hazırlamaq kateqoriyası üzrə fərqlənən şagirdlər də mükafatlandırılıblar. Mərasimdə çıxış edən Azərbaycan-Türkiyə Üzəy Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz bildirib ki, bu müsabiqənin keçirilməsində məqsəd milli dəyərimiz olan ana dilimizi gələcək nəsillərə çatdırmaqdır. Mərasimdə çıxış edən Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri Rızakan Yılmaz, Çağ Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən, Təhsil Nazirinin müavini Qulu Novruzov, Səhiyyə Nazirinin müavini Elsəvər Ağayev və digərləri bildirdilər ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünya görüşünün genişlənməsində mühüm rol oynayır. Dilimiz bizim varlığımızdır və dilimiz bizim milli pasportumuzdur. Onun için yeni nesil, yetişen yeni nesil mazideki dili bilsin, mazide bu dil üstadlarını bilsin, bahtiyarları bilsin, anarları bilsin, şehriyarları bilsin, Ahmet Cevatları bilsin, Hüseyin Cavitleri bilsin. Onların bize miras bırakıp gittiği bu dil üzerinde işlesinler, anı bugünü yaşasınlar. Bu dili daha da zenginleştirerek dünya dilleri arasında dil ile ülkesini en güçlü şekilde Azerbaycanımızı her yerde temsil etsinler. Qeyd edək ki, ana dilimizi sevək, sevdirək müsabiqəsinin qalibləri hər il Türkiyədə keçirilən olimpiyadada və mədəniyyətlər sərgisində ölkəmizi təmsil edirlər. Mənsur Həsənov, Sirac Abışov, Leyla Əskərova, xəbərlər.